Salam, hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz Avrasiya materikinin relyefi ilə bağlı olacaqdır. Bildiyimiz kimi, Avrasiya materiki dünyanın ən böyük materiki hesab olunur və Avrasiya materikinin ucqar nöqtələrinə şimalda Taymır yarımadasında Çelyuskin burnu, şərqdə Çukot yarımadasında Deginyov burnu, cənubda Malakka yarımadasında Piyay burnu və qərbdə Piriney yarımadasında Roka burunları aiddir. Və Avrasiya sahəsi 54 milyon kvadrat kilometridir. Bunun 10 milyon kvadrat kilometri Avropa qitəsinə, 44 milyon kvadrat kilometri isə Asiya qitəsinə aid edilir. Avropa ilə Asiyanı biz ayıran sərhədlərə diqqət yetirsək, burada Ural dağları, Enba çayı, Xəzəryanı Orvalıq, Kumamanı çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı və Egey dənizini nümunə göstərə bilərik ki, bunlar Avropanın Asiyadan yerləşən bir-birindən ayıran əsas sərhədlərə aid ediləcəkdir. Biz ilk öncə Avropanın relyefinə başlasaq, biz bilirik ki, Avropa özü iki böyük hissəyə bölünür, Qərbi Avropa və Şərqi Avropa. Biz Qərbi Avropanın şimal hissəsindən danışsaq, Qərbi Avropanın şimal hissəsi eksogen relyef formalarından əsasən buzlaqların bura təsirləri çox böyükdür. Xüsusən Skandinaviya yarımadasında buzlaqların təsiri burada özünü göstərir. Burada karlar, sirklər, moren təpələri, həmçinin fiord tipli sahillər burada geniş yayılmışdır. Və buranın əsas relyef vahidi Skandinaviya dağlarıdır. Bildiyimiz kimi Skandinaviya dağları qədim dağlardır. Paleozo erasında Kaledon Hersin qırşığında yaranmış dağlara aiddir. Və ən hündür zirvəsi Qalxapikgen zirvəsidir və qədim ərazi platform ərazisinə aiddir. Həmçinin Avropanın şimalında İslandiya adası yerləşir. İslandiya adası isə tektonik cəhətdən bildiyimiz kimi bura geosinkronal zonadır. Ona görə burada biz çoxlu vulkanlara yenə rast gələ bilərik. Bunlardan da ən böyüsü Hekla, Bandarburqa, Eyjafjallajökull kimi fəaliyyətdə olan vulkanlar yerləşir və İslandiya adası da bildiyimiz kimi okean tipli tavalarının, yəni Şimali Amerika və Avrasiya litosfer tavalarının bir-birindən ayrılması nəticəsində yaranmış divergentdə yerləşən adadır. Avropanın biz orta hissəsinə diqqət yetirsək, bu hissədə əsas relyef vahidlərindən biri Almaniya-Polşa ovalığıdır. Burada çayların gətirdiyi çoxlu çökmə suxurlara rast gəlmək mümkündür və bu ərazidə bilirik ki, Şimal dənizi ərazisi çökən ərazilərdir, enən ərazilərdir. Ona görə də bu enmələrin qarşısını almaq üçün deməli bu ərazilərdə ərazilər qurudularaq quru ərazisinə çevrilir. Xüsusən bundan ən çox istifadə edən ölkə Niderlanddır və bildiyimiz kimi bu cür su ərazilərinin qurudulub quru ərazinə çevrilməsi polderlər adlanır. Yəni polderlər buranın əsas düzənliklərindən hesab edilirlər. Avropanın orta hissəsində digər relyef vahidlərindən biri Alp dağlarıdır. Bildiyimiz kimi Alp dağları cavan dağdır və burada Avrasiya ilə Afrikanın toqquşma sərhədində yerləşən Kaynazo eynasında Alp qırışında yaranan dağlardandır və ən hündür zirvəsi Mont Blanc, həmçinin Matterhorn pikləri buranın ən hündür hissələri hesab edilir. Deməli, digər bir cavan dağ isə biz burada Karpat dağlarını nümunə göstərə bilərik. Bu dağlarda toqquşma nəticəsində yaranmış qırışıq dağlara aiddir və ən hündür zirvəsi Gerlanski ştitdir. Deməli, biz Avropanın cənub hissəsinə baxsaq, Avropanın cənubu yenə də əsasən geosinkronal zonadır. Burada Piriney yarımadasında Piriney dağları, Əndəlüs dağları, Apenin dağları, Balkan yarımadasında Balkan dağları buranın əsas deməli cavan dağlarına aiddir. Deməli, biz Cənubi Avropada yerləşən düzənliklərə isə təbii ki, burada demək İtaliya ərazisində yerləşən Padan ovalığına nümunə göstərə bilərik ki, geosinkronal zonada yerləşən buranın əsas düzənliklərindəndir. Apenin və Alp dağları arasında yerləşən geosinkronal ərazi hesab edilir. Həmçinin belə deyək, Balkan yarımadasında bildiyimiz kimi yumşaq suxurlar geniş yayıldığı üçün ona görə burada karst prosesləri özünü çox göstərir və ona görə də burada deməli mağaralar formalaşır. Bunlardan ən böyük mağara Postoyn, Sloveniya ərazisində Postoyn mağarasını biz nümunə kimi göstərə bilərik. Avropanın şərq hissəsinə keçsək, Şərqi Avropanın ən böyük relyef vahidlərindən biri Şərqi Avropa düzənliyidir.
Şərqi Avropa düzənliyi burada əsas yüksəkliklərdən ibarətdir. Orta Rusiya, Valday, Volqaboyu və s. kimi yüksəkliklərdən ibarətdir və buranın əsas düzənliklərindən hesab olunur. Həmçinin Avropanın deməli şərq hissəsində biz burada Xəzəryanı ovalığı nümunə göstərə bilərik. Bu da buranın əsas düzənliklərindəndir və dağlarından isə Krım dağlarını və Qafqaz dağlarını biz bu ərazilərdə cavan dağlardır. Alp-Himalay qurşaqlığına aid olan cavan dağlardır və Qafqaz dağlarında bildiyimiz kimi ən hündür zirvəsi Elbrus, Krım dağlarında isə Romankoş zirvələri buranın əsas deməli relyef vahidləridir. Biz Asiyanın relyefindən danışsaq, ilk öncə Şimali Asiyaya keçid edək. Deməli, Şimali Asiyanın ən böyük relyef vahidlərinə Qərbi Sibir platforması üzərində yerləşən Qərbi Sibir düzənliyi, Sibir platforması üzərində yerləşən Orta Sibir yaylasıdır. Bildiyimiz kimi Qərbi Sibir cavan platformada, Orta Sibir yaylası isə qədim platforma üzərində yerləşir. Qərbi Sibirin yaranmasında çayların, xüsusən Ob çayının böyük rolu var və ona görə də bu Qərbi Sibir düzənliyi çökmə sollardan ibarətdir. Burada biz yanar faydalı qazıntılara, neft-qaz kimi təbii ehtiyatların geniş yayıldığını görə bilərik. Orta Sibir yaylası isə əsasən filiz faydalı qazıntılarla zəngindir. Həmçinin bu ərazidə almaz ehtiyatları da yayılmışdır. Deməli, Asiyanın şimal hissəsində Mezozo erasına aid olan Verxoyanski, Çerski, həmçinin Sakit Okean sahillərində yerləşən, deməli, Sxote Alin dağları yerləşir. Bu hər üç dağ Mezozo erasında yaranmış dağlardır. Kimmeri qırışlığına aiddir və qədim dağlar hesab edilirlər. Biz Asiyanın şərq hissəsinə baxsaq, Asiyanın şərq hissəsində platformalarda geniş sahə tutur və burada ən böyük düzənliklərdən biri Böyük Çin düzənliyidir. Böyük Çin düzənliyinin yaranmasında Xuanxe və Yangtze çaylarının böyük rol olmuşdur. Bu çayların gətirdiyi çöküntülər Böyük Çin düzənliyinin yaranmasında rol oynamışdır. Həmçinin bu ərazidə deməli Sakit Okeanla toqquşma zonasında adalar yerləşir, qövsvariyatlar. Biz burada Kuril adaların, Yapon adaların nümunə göstərə bilərik. Bir də ki, həmçinin Şimali Avropada Kamçatka yarımadasında fəaliyyətdə olan Kulyuçi Sopkası vulkanı da, yəni Asiyanın əsas relyef vahidlərindən biridir. Asiyanın şərqində yerləşən Yapon adalarında isə Fudziyama, Aso kimi vulkanlar buranın əsas belə deyək, relyef formalarıdır və geosignal zonadır. Sakit Okean odlu qövsünə aiddir. Biz Asiyanın deməli cənub şərqindən danışsaq, Asiyanın cənub şərqində Hindçin yarımadası, Malakka yarımadası, həmçinin Zond adaları, Sumatra adası, Kalimantan adası, Sulawesi, Filippin kimi adalar yerləşir. Bu ərazilərin ən əsas relyef vahidlərindən biri Mekong çayının yaratdığı Mekong düzənliyidir. Çökmə sollardan ibarət olan bir ovalıqdır və burada həmçinin geosinkronal ərazilər olan deməli, İndoneziya ərazisində Sumatra, Yava və digər adalarda Kerenci, Krakatau, Semiro kimi fəaliyyətdə olan vulkanlar var. Həmçinin Filippin adasında isə deməli, Apo və Pinatubo vulkanı bu ərazilərin əsas vulkanlarından hesab edilir. Deməli, biz Asiyanın cənub hissəsinə baxsaq, Asiyanın cənub hissəsində ən əsas deməli, Hindistan yarımadası yerləşir. Hindistan yarımadasının əsas relyef vahidi burada Dekan yaylasıdır. Dekan yaylasında həmçinin qalxan ərazilər mövcuddur. Ona görə də burada filiz faydalı qazıntılar, xüsusən dəmir ehtiyatları geniş şəkildə yayılmışdır. Deməli, bu ərazinin digər bir əsas relyef vahidi Himalay dağlarıdır. Bildiyimiz kimi Himalay dağları dünyanın ən hündür zirvəsi burada yerləşir. Everest zirvəsi 8848 metrdir və bu ərazi geosignal ərazidir. Litosfer tavalarının toqquşma zonasında yerləşən cavan dağlardır, qırışıq dağlara aiddir. Biz Asiyanın deməli cənub-qərb hissəsinə fikir versək, burada əsas yerləşən Ərəbistan yarımadasını görə bilərik. Ərəbistan yarımadası ərazisi, yəni quru ərazidir və burada səhralar geniş yer tutur. Bəlxali, Böyük Nəfud, Kiçik Nəfud kimi böyük səhralar buranın əsas özəyini təşkil edir və Avrasiya materikinin ən alçaq nöqtəsi olan Qxor çeşəkliyi Cənub-Qərbi Asiya regionundadır. -430 metr ibarətdir.
Cənub-Qərbi Asiya ərazisində, Türkiyə ərazisində biz Cavan dağları görə bilərik. Qaradəniz sahillərində Pont, Aralıq dəniz sahillərində isə Tavr dağları buranın əsas Cavan dağlarıdır və Ağrı dağı da Türkiyənin ən hündür zirvəsi hesab edilir. Həmçinin burada Qafqaz dağları Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan ərazisində yerləşir və Qafqaz dağlarında ən hündür zirvəsi Elbrus zirvəsi idi. Həmçinin Azərbaycan ərazisində Talış dağları burada yerləşən Cavan dağlardır. İran ərazisində Elburz, Zagros, Kopetdağ kimi dağlar buranın əsas dağlarıdır. Gürcüstan ərazisində yerləşən Kolxid ovalığı, İran ərazisində yerləşən İran yaylası, Türkiyə ərazisində yerləşən Anadolu yaylası, Azərbaycan ərazisində yerləşən Küraraz, Lənkəran və sair kimi düzənliklər geosinkronal zonada yerləşən əsas düzənliklərə aid edilir. Deməli, Asiyanın digər sonuncu bir regionu Mərkəzi Asiya regionudur. Mərkəzi Asiya regionunda yerləşən əsas düzənliklərə biz Turan ovalığı, Qazaxıstan xırda təpəliyi nümunə göstərə bilərik. Bilirik ki, Turan ovalığı cavan platforma zonasıdır. Həmçinin bu ərazilərdə yağıntıların az düşməsi səbəbi ilə səhralıqlar, Qaraqum, Qızılqum kimi geniş səhralıq ərazilər formalaşmışdır. Mərkəzi Asiya ərazisində hündür dağlar yerləşir. Biz bu dağlara Hindukuş dağlarını, Pamir dağlarını nümunə göstərə bilərik ki, bunlar Cavan dağdır. Həmçinin Tianşan, Altay, Sayan dağları qədim dağlar olsa da, bu dağlar bilirik ki, biz Kaynazoy erasında yenidən fəallaşmağa məruz qalmışdır. Ona görə bu ərazilərdə də aktivlik özünü göstərməkdədir.